Fərid müəllim, həssas əhali qrupu üçün nəzərdə tutulmuş arabaların fərqli qiymətdə olmasının səbəbi nədir? Arabalar müxtəlif funksionallıqlarına görə dəyişir. Bu, əsasən onların elektrikli və ya mexaniki olmasıdır. Həmçinin arabaların gövdəsində istifadə edilən materiallar çox önəmlidir. Sadə arabalardan danışsaq, burada bir istifadəçinin çəkisi çox önəmlidir. İstifadəçi var ki, 80 kiloqram çəkidədir, istifadəçi də var 130 kiloqramlıq çəkidədir. Bu zaman arabaların eni də dəyişir. 40 santimdən 60-65 santimetrə qədər arabaların eni dəyişə bilir. Həmçinin arabalarda istifadə edilən materiallar da çox önəmlidir. Dəmir, alüminium və digər gövdə hissəsində yer almış materiallar arabanın qiymətini dəyişə bilər. Bundan başqa, arabalarda istifadə edilən aksesuarlar var. Bunlar arabaların əyləc sistemidir, ayaqlıq hissələridir və təkərlər də fərqlidir. Silikonlu təkərlər var, havalı təkərlər var. Təkərlər dizaynına görə də dəyişir. Arabaların qiymətini formalaşdıran digər xüsusiyyətləri isə sudnalı və ya sudnasız olması, oturacaq hissəsində parça və yaxud da dəri istifadə edilən arabalar var. Biz Medgalerdə işi qurarkən çalışmışıq ki, hər büdcəyə uyğun məhsul təklif edə bilək. Burada təkcə qiymət yox, həm də keyfiyyət önəmlidir. Ona görə də, məsələn, arabaları bura gətirdiyimiz zaman istehsalçı ilə elə anlaşmışıq ki, çeşidlərimiz bol olsun, amma qiymət də sərfəli olsun ki, bizə gələn müştəriləri əliboş geri qaytarmayaq. Büdcəyə uyğun, tələbə uyğun, əlbəttə ki, keyfiyyət də öz yerində.